8 noyabr Zəfər gününün 5-ci il dönümü münasibətilə ölkənin hər yerində olduğu kimi Cəlilabadda da müxtəlif tədbirlər təşkil olunur. Zəfər gününün rəmzi olaraq Cəlilabad rayon icra hakimiyyətinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq mühafizə orqanlarının nümayəndələri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri bir araya gəliblər. Cəlilabad şəhərinin Qurtuluş küçəsində keçirilən aksiya zamanı 300-dən artıq müxtəlif növ ağac əkilib. Əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib, suvarma işləri aparılıb. Eyni zamanda ərazidə yaşıllıqların qorunması istiqamətində zəruri tədbirlər görülüb. Ağacəkmə aksiyası həm şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, həm də Zəfər gününün əziz xatirəsini yaşatmaq məqsədi daşıyır. Bu təşəbbüs bir daha göstərir ki, xalqımız 8 noyabr Zəfər gününü yalnız qələbə sevinci kimi deyil, həm də vətənə, təbiətə və gələcək nəsillərə sevgisini ifadə edən bir gün kimi qeyd edir. Cəlilabadda keçirilən bu yaşıllaşdırma aksiyası zəfərimizin 5-ci il dönümünə dəyərli töhfə kimi qiymətləndirilir. Elvin Qudratov, İlqar Mustafayev, bugün informasiya proqramı üçün.